Təqvimlər 2023-cü ili göstərəndə, Ümumdünya Səhiyyə Təşkilatı rəsmən elan etdi. Qlobal pandemiya bitdi. Bu bəyanatdan sonra dünyadakı bütün dövlətlər tətbiq etdikləri sərt karantin qaydalarını, qadağaları və ən əsası, quru sərhədlərindəki məhdudiyyətləri tamamilə ləğv etdilər. Biri istisna olmaqla. Azərbaycan. Bugün dünya xəritəsinə baxsaq, çox qəribə və unikal bir mənzərə ilə qarşılaşarıq. Dünyada pandemiya bəhanəsi ilə quru sərhədlərini gediş-gəliş üçün tamamilə qapalı saxlayan yeganə ölkə Azərbaycandır. Bəli, rəsmi sənədlərdə, Nazirlər Kabinetinin qərarlarında səbəb hələ də eynidir. Xüsusi karantin rejimi. Lakin tibb elminin və qlobal reallığın çoxdan geridə qoyduğu bu virus artıq sadəcə hüquqi bir qalxa rolunu oynayır. Bəs görünən bu tibbi pərdənin arxasında hansı real səbəblər gizlənir? Azərbaycan niyə quru yollarını dünyaya bağlayıb? Ekspertlər və analitiklər bu qərarın arxasında pandemiyanı yox, tamam başqa amillərin dayandığını vurğulayırlar. Birincisi, milli təhlükəsizlik. Regionda baş verən geosiyasi xaos, Rusiya-Ukrayna müharibəsi, yaxın şərqdəki gərginlik və kənar radikal qüvvələrin ölkəyə sızma riski. Quru sərhədlərinin bağlı olması, dövlətə daxili sabitliyi maksimum səviyyədə qorumaq üçün unikal bir nəzarət imkanı verir. İkinci amil, iqtisadiyyat. Sərhədlərin bağlı qalması, hər il ölkədən qonşu dövlətlərə axan milyonlarla nağd valyutanın qarşısını alır, daxili bazarı və manatın sabitliyini qoruyur. Səbəb nə olursa olsun, reallıq dəyişmir. Təyyarələr uçur, beynəlxalq yük qatarları və tiyeralar keçir. Amma sadə vətəndaşlar üçün quru yolları hələ də keçilməz bir sədd olaraq qalır. Dünyanın bitirdiyi bir pandemiya, Azərbaycan xəritəsində quru sərhədlərini bağlayan görünməz bir qıfla çevrilib.